Pizza növbəti qlobal böhranı əvvəlcədən xəbər verə bilər və bəlkə də artıq bunu edib. İndi izah edəcəm. Vaşinqtonda maraqlı bir nəzəriyyə var. Ona Pentaqonun pizza indeksi deyirlər. Bu nəzəriyyəyə görə əgər Pentaqonun ətrafındakı pizza restoranlarında sifarişlər qəfil artarsa, bu hansısa ciddi bir hadisənin baş verəcəyinə işarə ola bilər. Məntiq çox sadədir. Əgər bir böhran yaxınlaşırsa, Pentaqon əməkdaşları gecəyədək ofisdə qalırlar. Binanı tərk edə bilmirlər və təbii olaraq yemək sifariş etməli olurlar. Nə sifariş edirlər? Əlbəttə pizza. Və bu yaxınlarda bir neçə Twitter hesabı bu indeksi izləyən səhifələr paylaşmağa başladı ki, bəlkə də 3-cü dünya müharibəsi artıq qapıdadır. Zarafat edirəm, amma bəlkə də yox. Təxminən 5 gün əvvəl yerli vaxtla 18:59-da Pentaqonun yaxınlığındakı demək olar ki, bütün pizza restoranlarında sifarişlərdə güclü artım müşahidə olunub və düz saat 20:48-də İsrail İrana zərbə endirib. Bu sadəcə təsadüfdür. Həmin hücumdan sonra da pizza indeksi yenidən sıçrayış edib. Bəli, bu nəzəriyyənin arxasında rəsmi elmi sübut yoxdur. Amma bu konspirasiya fərziyyəsinin kifayət qədər uzun tarixi var. Deyilənə görə, Soyuq müharibə dövründə Sovet kəşfiyyatı Vaşinqtondakı pizza restoranlarını izləyirmiş ki, Amerika Birləşmiş Ştatlarının mümkün hərbi addımlarını əvvəlcədən təxmin edə bilsin. Bu rəsmi olaraq təsdiqlənməsə də maraqlı faktlar var. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində pizza sifarişlərindəki sıçrayışlar bir neçə böyük hərbi əməliyyatlarla üst-üstə düşüb. Məsələn, Amerika Birləşmiş Ştatlarının Panamaya müdaxiləsindən əvvəl pizza sifarişləri 2 qat artıb. Grenadada əməliyyatdan əvvəl də oxşar hal baş verib. Hətta İraqın Küveyti işğal etməsindən əvvəl də. Buna görə də bu hadisələrdən sonra bu göstəriciyə ad qoyublar. Pizzametr. Və indi son bir həftədə Pentaqon ətrafındakı pizza restoranlarında sifarişlər yenidən kəskin artıb. Bəs sizcə növbəti nə olacaq?